Salam əleykum, hər vaxtınız xeyir olsun. Bu günlərimdə bu pütümütkanı təmir etməyə gəlmişəm. Bu pütümütkada bu xarab olub. Bir usta çağırıblar, bunu düzəldib. Ondan sonra bu cəh yanıb, cəh yanmırmış. Buna görə məni çağırdılar ki, yəni belə bir problem var. Bunun beynini, bu qaz klapanı, hər şeyini dəyişiblər. Yenə də heç bir effekt olmayıb. Bu miqriqi bunun xarab olubmuş. Usta gəlib bunu korpus qarışıq, bax bu korpus qarışıq. Buradan iki şurupla bağlanır bu korpus. Bir bu, bir bu. Korpus qarışıq, miqriq alıb bura bağlayıb. Burada dəyişəndə bu usta fikir verməyib ki, yəni bax bu hissə hamısında bax standart bu formada olur və bu sonradan ayarlanmalıdır. Bax bu formada. Baxın, mən bunu buraya bax sizə göstərmək üçün ayarlamışam. Bir var, bu tik qalxır. Tik qalxdıqda gedir yuxarıda, həmin o iynənin purjeninə ilişir, qalır və hətta mən sizə deyim, pütümütka yanlı qala bilər. Başı çıxan adam demirəm, başı çıxmayan adam bunu korpus qarışıq alıb dəyişməsin. Çünki pütümütka artıq təmiz ayardan qaçmış olacaq. Çox adam olur ki, məsəl üçün usta çağırma imkanı olmur. Məsəl üçün elə yerlər olur ki, orada bununla təmiri ilə məşğul olan adam az olur və yaxud olmur. Özü dəyişmək məcburiyyətində qalanda bu korpusu çıxartmasın. Sadəcə korpusun üstündə bax bu iki şurubun açıb miqriqi götürüb, bax bu qara detalı gətirib bu pütümütkanın üstündəki blokun üstündə yenidən bax bu iki şurubu açıb miqriqi götürüb yerini dəyişsin. Dəyişəndə də bu sarı knopka aşağıda qalsın. Belə. Belə bir maraqlı bir detal dəyişimi olmuşdu burada. Sizin nəzərinizə çatdırıram ki, yəni belə şeylərdə ehtiyatlı olun, diqqətli olun. Yəni pütümütka çox təhlükəli cihazdır. Çalışın ki, həmişə təmirə tanıdığınız, bildiyiniz bu sahədə mütəxəssis olan adamları çağırın ki, heç vaxt bir problem də yaşanmasın. Yəqin ki, bu videom sizin üçün də maraqlı oldu. Yeni maraqlı videolarda görüşənədək. Sağ olun.